Yerin hava təbəqəsi atmosfer adlanır və biz bugündən bu bölməni keçməyə başlayırıq. Litosferi bitirmişik, atmosferə keçmişik. Qalıb bundan sonra inşallah hidrosfer və biosfer bölmələrimiz. Belə ki, atmosfer 5 qatdan ibarətdir. O qatlar bir-birindən temperaturuna, havanın sıxlığına, tərkibinə görə bir-birindən fərqlənir. Yer səthinə çıxan lavanın tərkibindən sular ayrılırdı, yuvenil sular. Və yüngül qazlar yerin ətrafında toplanaraq atmosfer qatını yaratmışdı. Atmosferin əhəmiyyəti ondan ibarətdir ki, o yeri həddən artıq soyumaqdan, həddən artıq isinməkdən qoruyur. Həmçinin başqa səma cisimlərinin yer səthinə düşməsinin qarşısını alır. Əgər atmosfer təbəqəsi yerin ətrafında olmasaydı, yer planeti də digər planetlər kimi soyuq səma cismi olacaqdı. Yəni, burada heç bir canlı aləmi mövcud ola bilməzdi. Yeri çox isinib soyumaqdan qoruyan təbəqə atmosferdir. Deməli, atmosferin qaz tərkibinin 78%-ni azot, 21%-ni oksigen, digər tərkibini isə arqon, karbon kimi qazlar təşkil edir. Deməli, yer səthindən yuxarıya doğru 5 təbəqə mövcuddur. Troposfer, stratosfer, mezosfer, termosfer və eksosfer təbəqələri. Termosfer təbəqəsində hal-hazırda biz yaşadığımız təbəqədir. Bunun qalınlığı 16-18 kilometr arasında dəyişir. Deməli, yerin haradakı cazibə qüvvəsi yüksəkdir, yəni ki, şimal qütbü və cənub qütbündə. Cazibə qüvvəsinin yüksək olduğu yerlərdə yer troposfer qatını özünə cəzb elədiyinə görə qütblərdə bunun qalınlığı azdır. 10-11 kilometrə qədərdir. Amma ekvatorda, ekvator xətti boyu ərazilərdə, yəni burada yerin cazibə qüvvəsi az olduğuna görə hava təbəqəsi 16-18 kilometrə qədər qalxa bilir. Deməli, atmosferin ümumi kütləsinin 80%-i troposfer qatında cəmlənmişdir. Deməli, bilirik ki, hündürlüyə qalxdıqca temperatur aşağı düşür. Məsəl üçün, biz 1000 metrlik bir əraziyə qalxsaq, dağa qalxsaq, 1000 metrə qədər qalxsaq, temperatur aşağıdakından 6 dərəcə soyuq olacaq. Hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. Hər 100 metrdə 0,6 dərəcə, hər 1000 metrdə isə 6 dərəcə aşağı düşür. Deməli, troposfer qatından sonra gəlir stratosfer qatı. Bunun da qalınlığı 50-55 kilometrə qədər davam eləyir. Stratosfer qatında çox əhəmiyyətli bir təbəqə yerləşir. Bu ozon təbəqəsidir. Ozon təbəqəsi deməli yer kürəsini ultrabənövşəyi şüalardan qoruyur. Haradakı ozon təbəqəsi deşilibdir. Məsəl üçün, qütb ətrafı ərazilərdə nüvə silahlarının sınaqdan keçirilməsinə görə orada ozon qatı nazikləşibdir. Bu da bir qlobal ekoloji problemdir. Çünki ultrabənövşəyi şüaları yer səthinə əgər birbaşa çatsa, insanlar dəri xərçəngindən, xəstəliklərdən həyatını itirər, eləcə də digər canlılar. Sonra bu 50-55 kilometrə qədər gəldi stratosfer, onun üzərində mezosfer yerləşir. Mezosferin də qalınlığı 80 kilometrə qədər davam eləyir. Daha sonra gəlir ən əhəmiyyətli qatlardan biri termosfer. Termosfer də 80 kilometrdə 1000 kilometrə qədər davam eləyir. Deməli, orada bir ion təbəqəsi yerləşir. Necə ki, stratosferdə ozon təbəqəsidir, termosferdə də ion təbəqəsi yerləşir. Bu təbəqə, deməli, bu təbəqədə hal-hazırdakı bütün rabitə əlaqələri ki var, o oradakı ion qatının sayəsində baş verir. Həmçinin ionosfer qatı yer kürəsini rentgen şüalarından qoruyur. Ozon qatı ultrabənövşəyi şüalardan qoruyur yeri. İon qatı isə rentgen şüalarından qoruyur. Daha sonra gəlir axırıncı təbəqə eksosfer. Eksosfer də 1000-3000 kilometr arasındadır. Yəni, atmosferin ən qalın qatı olur eksosfer. 1000-3000 kilometr arası. Bu testin sualıdır. Ən qalın qat budur. Deməli, stratosferdə ozon, termosferdə də ionosfer qatı şüaları özünə çəkdiyinə görə həmin qatlarda temperatur yüksəlir. Demişdik ki, normalda altdan yuxarıya doğru qalxdıqca temperatur aşağı düşür. Bu qatlarda temperatur müsbətdir, yəni getdikcə isinir. Bir də ki, eksosfer qatında da temperatur müsbətdir.
1200 Selsiyə qədər orada temperatur mövcuddur. Qatlar haqqında bu qədər. İndi gəlin radiasiyadan danışaq. Günəş radiasiyası. Günəşdən yer səthinə gələn bütün istiliyin, işığın cəminə radiasiya deyilir. Günəş radiasiyası səpələnən və düz olmaqla iki yerə bölünür. Səpələnən radiasiya odur ki, məsəl üçün, indi qışdır, daha doğrusu qışa doğru gedirik və bulutluluq çoxdur. Bulut çox olanda günəş şüası təbii ki, yerə birbaşa düşməyəcək də, səpələnərək düşəcək. Səpələnib düşdüyü şüalara deyilir səpələnən radiasiya. Amma bulutluluq aşağı olanda, məsəl üçün, yay mövsümündə günəş şüaları birbaşa yer səthinə düşür. Buna da deyilir düz radiasiya. Səpələnən radiasiya, deməli, ekvatorda müşahidə olunur. Ekvatorda bulutluluq çoxdur axı. Bir orada, bir də mülayim enliklərdə səpələnən radiasiya üstünlük təşkil edir. Tropiklərdə isə bulutluluq aşağı olduğuna görə düz radiasiya üstünlük təşkil edir. Bir də belə bir qanuna uyğunluq var ki, buz radiasiyanı çox əks etdirir. 95% əks etdirir. Məsəl üçün, bu şəkildə gəlin göstərin. Deməli, baxaq burada, su radiasiyanı 5% əks etdirir. Qum 40%, torpaq 25%, meşə 30%, buz 95%. Ağ təbəqə ümumiyyətlə günəş şüasını əks etdirir. Necə ki, deyirlər, qışda açıq rəng geyinin ki, istiləməyəsiniz. Deməli, açıq rəng təbəqə günəş şüasını 95% əks etdirdi. Tünd təbəqə və su isə günəşi şüanı özünə çəkir. Məsəl üçün, su istiliyi özündə yaxşı saxlayır. 95% istiliyi saxlayır, 5%-ni əks etdirir. Qum 40%-ni əks etdirir, 60%-ni özündə saxlayır. Deməli, ən çox əks etdirən buzdur, ən az əks etdirən isə sudur, 5%. Günəş şüalarının əks etdirmə qabiliyyətinə albedo deyilir. Məsəl üçün, buzun əks etdirmə qabiliyyəti, albedosu nə qədər oldu? 5%, daha doğrusu 95%, suyunki 5% oldu. Sonra, səpələnən və düz radiasiyanın cəminə isə ümumi radiasiya deyildi. Səpələnən və düz radiasiyanın cəminə.